Qan azlığı olan şəxslər hansı qidalardan uzaq durmalıdır? İlk növbədə çay və qəhvədən. Bu içkilərin tərkibində olan tanin və polifenol kimi maddələr dəmirin bədənimizdə sorulmasına mane olur. Özəlliklə yemək zamanı və yeməkdən sonra içilən çay çox zərərlidir. Siz əgər çay içmək istəyirsinizsə, çalışın ya yeməkdən 1 saat əvvəl ya da ki 1 saat sonra içəsiniz. İkinci yerdə süd məhsulları gəlir. Süd məhsulları da bədənimizdə dəmirin sorulmasına mane olan əsas qidalardan biridir. Özəlliklə yemək vaxtı və yeməkdən sonra çalışın ki, süd məhsulları qəbul eləməyəsiniz. Daha sonra isə yüksək lifli taxıllar, un məmulatları və şirin qazlı içkilərdə dəmirin bədənimizdə sorulmasına mane olan əsas qidalar siyahısındadır. Özəlliklə tərkibində fosfat maddəsi olan şirin qazlı içkilər, məsələn, enerji içkiləri yaxud da ki kola bədənimizdə dəmirin sorulmasına mane olur. Çalışın ki, bu içkilərdən uzaq durasınız. Aldığınız şirin qazlı içkilərin üzərində bu sözləri görürsünüzsə, deməli onun tərkibində fosfat maddəsi var. Bu cür videolarımızın davamının gəlməsini istəyirsinizsə, bəyən düyməsinə basmağı və kanalımıza da abunə olmağı unutmayın.